Şeyler de. Başlatdım. Sadece görüntülü yığmaq qabı. Onda siz yığasınız rahat bir şəkildə Ha, başlayacaq. gel. Her ihtimal karşı yandan da çək. Sen yandan çək. Davay, koş da, koş. Koşmuşam, qeyd edici Yo da qoşdu. koş, zəncə də koş. Ötkürək asqıraqdan hamısını yığışdırın. Salam, canım. Yoldaşımın nömrəsidir bu. Allah bu yaxşı. Zar müəllim, bu son günlərdə internet televiziyalarda sizin ailənizlə bağlı məlumatlar yayılıbdır. Biz bu məlumatlarla bağlı sizi narahat edirik. Çox xahiş edirik. Bir dəqiqə özünüzdə bir dəqiqə televizyon xüsusiyəsini alın bir dəqiqə. Alın. Qoqasın. Qoqasın görüşən dəmə. Qoqasın. Buyur qardaş. Buyur. Son zamanlarda internet televiziyaların birində sizin belə deyək ailə ilə bağlı, vərəsəlik ilə bağlı məlumatlar yayılıb. Biz bu məsələ ilə bağlı sizi narahat edirdik. Xahiş edirəm bu məsələ ilə bağlı bir ətraflı məlumat verərdiniz. Hadisə necə baş veribdir, mahiyyəti nədən ibarətdir və özün bacınız kimi təqdim edən şəxs sizdən nə istəyir? Başa düşdüm Adil bəy. İnşallah mən danışdığım ictimaiyyətə açıqlayacaqsınız. Bu danışdıqlarımızı yazdım. Deməli, Adil bəy, məsələ budur. Düz mən ailə məsələlərimi istəməzdim də belə ictimailəşdirim. Rast ki, belə məsələdir qardaş. Mən məcburam ki, o Səbinə dediyiniz hansı ki, mənim bacım kimi adını hallandırır, düz deyir. O mənim belə deyə də atadan bir, anadan ayrı olan bacımdır, İsmailova, hansı ki familiyası olan. Bu adamlara qardaş, biz qısa bir keçmişimizə toxunum, sonra gəlin bu məsələlərə, hansı ki mənə qarşı fikirlərini bildirəcəm sizə. Bu adamı, bunları mən öz uşaqlığımdan belə məndən kiçikdirlər. Bunları yaxşı tanıyıram ki, ailələrində, bunun özü doğma bildiklərinin içində məni uşaqlığından bunlar şərləməklə, böhtanla məşğul olublar. Yəni də indi açıqlamıram kimləri. Yəni bunun doğma bildikləri adam. Hətta mənim uşaq vaxtında xəstə olarkən, ruhu xəstəxanada müalicə alarkən qardaş, mənim bir qızıl üzüyü hədiyyə eləmişlər. Ona kimi bunların evlərində uğramışlar. Yəni mən onları çox açıqlamıram da təfərrüatlar ki, belə. Yəni biləsiniz ki, yəni mən o qızıl iddiasında da deyiləm. Söhbət o məzmunlar biz müsəlmanıq. Bizə nə qızıl, başqa şeylər maraqlı deyil. Yəni bunların uşaqlığından necə tərbiyədə olduqları, indi mənim rəhmətli atam çöldə olan adam olub da, gedib kişi qazanıb, töküb evə. Yəni o qədər övladların hamısını da istəyib, bizi də, onları da, o birisini də. Yəni deməyim odur ki, bu mənim evdə tərbiyə verənlər var da. Yəni bunların içində, bu tərbiyə verənlərin içində mən bunu görmüşəm. Mən haqsızlıq, mənə qarşı böhtanlar, şərlər, hətta dediyim ki, mənim hədiyyə üzüyümü də bunlardan oğruyublar. Yəni bir insan haqları deyilən bir şeylər bunların ailəsində olmuyor. O mənə maraqlıdır, deyil mi? Keçmiş dində olub. Sadəcə elə belə xatırlatma elərsiniz mənə. Bugünkü gündə də qardaş, onun iddiası ilə bağlı məhkəməyə müraciət edib, məhkəməmiz gedir. Qanun qarşısında hamımızın boynu qıldan incədir. Belə bir məsələ var. Hamımız da gözləyirik, onun boş-boş böhtan iddiaları qaldırıb, rəhmətli atamın körlədən hardan tapıb o hansı məclisdə orada nə deyir, bilsən bunu əsas gətirir, vərəsəliyə, mən şeylə məhkəmədə göstərir. Bizim vəkilimiz deyir, mən düzü onları görməmişəm. Məsələ nədən gedir, qardaş? Bizim orada bu vərəsəliklə bağlı deyilən iddiasına qaydıram. O vaxtlar mənim atamın ölümündən sonra biz indi bağ deyilən masifdə bizim böyük ərazimiz var idi. Onun da qabağı gölməçə, belə deyilən bir yerlər var idi. Neçə sot yer idi. Onu da inşallah o vaxtlar mən zamanında özəlləşdirdim, sənətləşdirdim və bacılarımı
qardaşımın qaynatası Fərman kişinin adına salındı da bir nəfərin adına keçdi. Bir də rəhmətli əmim vardı. Onların adı ilə hansınsa bağışlama kimi olmadı. Fərman kişinin adından çox güman ki. 6 bacımın adına 6 sotdan 5 sot nə qədər bir elə bölündü. Mən bunlara belə deyək də bir insanlıq nə hüququ tərəfdən, nə ata vəsiyyəti idi mənə. Bir insani tərəfdən bunları elədim. Ondan sonra da qardaş, orada qalan bizim köhnə ki, bağda torpağımız var idi. Bu məsələ olub, bu başqa cür deyil, amma olan məsələni deyil. Ondan sonra da bir müddət keçəndən sonra biz o köhnə sənədləri qurdalayanda orada köhnə sənədlərimizdə birində rəhmətli nənəmin adına olan, qardaşımın adına keçdi, rəsmləşdirdi. Atamın adına da olan, orada biz çox uşağıq, o göstərir orada da. Düz deyil, biz ümumi indi 14 uşağıq. Yəni, əvvəl 9 olmuşuz, sonradan belə deyək də, balacalarımız da üstünə gəlməklə 14 övladdır da, yəni ümumi bizdən bir yerdə. Da, vərəsə kimi də, yəni övladları 14 nəfər ümumi. Bu adam da o vaxtda Cəmaləddin müəllim notariusdur, çox vicdanlı, düzgün insandır. Mən hələ indiyənə kimi onun bir başqa nəsə eşitdim ki, belə idi. Mənim əmmim oğlu deyil, xalam oğlu deyil. Dövlət notariusudur, gedirik, cəmaatın işinə ədalətlə yanaşır, işləri təmzimləyir, verir bizə. Mən də sənəti onu təqdim eləyəndə mənə dedi ki, qardaş, bu rəhmətliyin adına olanın bir yolu var. Sənin bir neçə bacı qardaşın fərqi yoxdur. Bir neçəsi olsa dedi, bəs eləyəndə çoxluq kimi belə hesabladı, uşaqları, istisnalar nəzərə aldı və onlar gəlib bu vərəsədən qol çəkməli ki, 12 sot torpağı sən adına sala biləsin. Söhbət Vəssalam. 2017-ci ildən gedir də, düzdür? Yəqin ki də orada, tarix nə varsa orada göstər, elə vaxtlar. Mən də qardaş, bu qardaşla razılaşdım. Dedim, ya razılaşdım ki, dedim, bazı qardaşa deyim, ağlarına bir şey gəlməsin. Deyək ki, söhbət nədən gedir? Allah şahidimizdir. Mən də bunlara zəng elədim. Başda Müşfiq qardaşım, bizim hansı ki, bu vicdan MMC-nin rəhbəri də təsisçisi olan. Qardaşıma zəng elədim. Başda o bacılarım, Səbinə də onun içində. Nə olar qardaş? İşin məzmununa tanış olurlar, gəlirlər hamısı qol çəkdi. O birisi də başqa qardaşım da bilməm, neçə nəfərdən də ondan notariusda göstərdi onu. Gəldilər, qol çəkdilər, qardaş. Notarius da təsdiq edər ki, vərəsəliyi verdi mənə. Mən də getdim, rəhmətli atamın adına 12 sotu saldım adıma. Bəli. Ondan sonra da bir də ki, Samıqda olan rəhmətliyin adına onu da bir neçə nəfər orada bir səhmdardır, necədir? Onu da mənim bir dənə də bacım var, mənim 7 bacım var. 6'sını bunların adına rəsmləşdirdiyim üçün oranın da böyük bir elə qiyməti də yox ki, deyim 5 milyona verərəm, bu kimlərlənsə bölərəm. Belə deyək də, bugünkü gündə bir ev eşiyi nəsə də almaq olar. Onu da böyük bacıma həvalə elədim ki, rəhmətli atamın adına bu məsələ çıxanda bunu da sənə verər. Vəssalam qardaş. Bu iddia qaldırır ki, rəhmətli atamın orada üzüstən bizi də düzdür, özünü rüsvay edir. Bizim nüfusumuz var, rəhmətli atamız da tanıyan da hamı ki, biz kimlərik, nəyik. Bu da özünü ağıllı sakin məsələsini ki, vicdan MMC bazarı atam bunu bir neçə, özü ilə də bir neçə nəfəri qoşur ora ki, orada ki, ortaqlıq olub bizə vəsiyyətnamə və kağız var. Əvvəl məni elə, belə deyək də, bəhanələr uydurur. Mən də şübhələnirdim ki, Müşfiqdən də soruşdum ki, Müşfiq, bizim dokument belə olsun, burada başqa nə məsələlər var ki, qardaş, bizim bəs təsisçi var, o birisi var. Yəni, bu müəyyən adamlardır da çərçivədə. Mənim atam sağlığında bunların hamısına, başta bunlar belə deyək də, ləzgi yoldaşından olandı. Hər şey artıqlamasına bunları eləyib. Təmin eləyib, bəli. O birisi qardaşlarım var ki, evləri yox idi rəhmətli atamın sağlığında. Onların adına evləri rəsmləşdirdim, ev aldım. Amma bunların evlər, obyektlər, hər şey rəhmətli bunların sağlığında eləyib. Başta bunların. Heç o birisi olmayan, mənim o balaca qardaşım var, müharibədə olan. Onu da bu adam mənim üstümə qızışdırdı, dəfələrlə mənə ölümlə hədə qorxu gəldi telefonda. Mən də indi ağsaqqal adamam, onu baş qoşmadığım üçün getdim mənim övladımdan da yaşıddı. İndi qardaşım gedir də belədir. İndi hansısa qadının övladıdır. Sonra mən də getdim onu verdim.
Daxili İşlər Nazirliyinə, sonra prokurorluğa yazı rəsmi məktub göndərdim. Qardaş, saatlar indi onu tənbih elədilər ki, yəni ağıllı olma belə. Ondan sonra yəni üzrxahlıq elədi məndən. Çıxdı nə bilim özünü TikTok harda göstərmişdi. Üzrxahlıq deyə ki, səhv eləmişəm, məni səbinə örgədirdi. Həmin o səbinə dediyim ki, özünü bacı adlandıran bütün bacı qardaşların içində nifaq salmaq istəyən, onları mənim üzərimə, ya fərqi yoxdur, indi qardaşım biraz nasaz deyən, bizim üstümüzə qaldırmaq istəyən, bunun səbəbi o ki, ya bizi şantaj eləsin, biz də deyə, yəni heç bir yoxdur ki, elə bir qanunda yox ki, sən vərəsəlikdən atqaz eləmişsən, məlum ki, nədən söhbət gedir. Onu cəmaatı mənim bəxt dediyim kimi vicdanlı insandır. Mən onu tanıyıram, namuslu qeyd etdi. İşinin öhdəsindən gələn adam işini görür qanunla, 5 manat dövlətə keçdirir, maaşını alır, yaşayan adamdır. Mən ona necə böhtan ata bilərəm? Mən bacımı, qardaşlarımı kimisə qoyub hansısa məmuru mən müdafiə edə bilərəm, qardaş. Xeyr. Əlbəttə yox, amma Allahdan qorxmaq lazım. Mən onu, qardaş, niyə böhtan danışım ki, o belə oldu, elə oldu. Mənim obyektlərdə, qardaş, o ki, qaldı bunun ailə məsələlərinə. Əri də var fərsiz, bir oğlu, ikisi də bir-birindən fərsiz. Maşın bazarında iş verdim onlara. Geçsinlər, kafe istədilər. Verdim şəhər, nə bir oranı işlətdilər. Bizim